Bu kitab İsa Məsihin vəhyidir. Allah bu vəhyi Məsihə verdi ki, tezliklə baş verməsi vacib olan hadisələri qullarına göstərsin. Və Məsih öz mələyi vasitəsilə bu vəhyi göndərib, qulu Yahyaya bəyan etdi. O da Allahın kəlamına və İsa Məsihin şəhadətinə, yəni gördüklərinin hamısına şəhadət etdi. Bu peyğəmbərlik sözlərini oxuyan və dinləyənlər və onda yazılanlara əməl edənlər bəxtiyardılar. Çünki vaxt yaxındır. Mən Yahyadan, Asiya əyalətində olan 7 cəmiyyətə salam. Var olan, var olmuş və gələcək olandan, onun taxtının huzurunda olan 7 ruhdan və ölülərdən ilk olaraq doğulan, dünya hökümdarlarının rəisi olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun. Bizi sevən, öz qanı ilə günahlarımızdan bizi təmizləyən, bizi öz atası Allahın xidmətində hökümdarlar və kahinlər təyin edən Məsihə əbədi olaraq izzət və qüdrət olsun. Amin. Budur, o bulutlarla gəlir və hər göz, onun bədənini dələnlər belə onu görəcək və dünyanın bütün qəbilələri onun üçün sinə döyəcəklər. Bəli, amin. Var olan, var olmuş və gələcək külli ixtiyar olan Rəbb Allah deyir. Mənəm Alfa və Omega, başlanğıc və son. İsa Məsihə aid olan sıxıntıya, ilahi səltənətə və təhəmmülə sizinlə şərik olan mən, Yahya qardaşınız, Allahın kəlamı və İsa Məsihin şəhadəti üçün Patmos adlanan adada idim. Rəbbin günündə ruhun hakimiyyəti altına düşdüm. Arxamda boru səsinə oxşar, yüksək bir səs eşitdim. O səs deyirdi: Gördüyünü kitaba yaz və Asiya əyalətində olan 7 cəmiyyətə, yəni Efesə, İzmirə, Berqamaya, Tiatiraya, Sardisə, Filadelfiyaya və Laodikiyaya göndər. Çevrildim ki, mənimlə danışan səsin kimin olduğunu görüm. Döndükdə 7 qızıl çıraqdan və çıraqdanların arasında ayağa tək uzun libas geymiş, sinəsinə qızıl qurşaq taxmış insanoğluna bənzər birini gördüm. Onun başı və saçları ağ yun kimi, qar kimi ağ, gözləri isə odlu alov kimi idi. Onun ayaqları kürədə qızdırılmış parlaq tunca bənziyirdi. Onun səsi gür-gür axan suların səsi kimi idi. Sağ əlində 7 ulduz vardı. Ağzından da iti bir iki ağızlı qılınc çıxırdı. Onun üzü isə bütün qüdrəti ilə parlayan günəş kimi idi. Onu görən kimi, onun ayaqlarına ölü kimi yıxıldım. O sağ əlini mənim üstümə qoyub, dedi: Qorxma, birinci, axırıncı və diri olan mənəm. Ölü idim və budur, əbədi olaraq diriyəm. Amin. Ölümün və ölülər aləminin açarları məndədir. Buna görə gördüklərini, indi olan şeyləri və bundan sonra baş verəcək vaqiələri yaz. Sağ əlimdə gördüyün 7 ulduzun və 7 qızıl çıraqdanın sirrinə gəlincə, 7 ulduz 7 cəmiyyətin mələkləri, 7 çıraqdan isə 7 cəmiyyətdir. Efesdəki cəmiyyətin mələyinə yaz. 7 ulduzu sağ əlində tutan, 7 qızıl çıraqdanın arasında yeriyən belə deyir: Sənin əməllərindən, əməyindən, təhəmmülündən və pis adamlara tab gətirə bilmədiyindən xəbərdaram. Həvari olmadıqları halda özlərini həvari adlandıranları sınaqdan çıxartdın və onların yalancı olduğunu müəyyən elədin. Sən əzablara dözdün və təhəmmülün var. Mənim adım uğrunda zəhmət çəkdin və yorulmadın. Ancaq səndən bir şikayətim var.
sən ilk məhəbbətindən əl çəkmisən. Beləliklə, hardan düşdüyünü yadda saxla, tövbə elə və əvvəlcə etdiklərinə əməl et. Əks halda, əgər tövbə eləməsən, tezliklə yanına gəlib, çıraqdanını yerindən götürüb aparacağam. Lakin səndə bu yaxşı cəhət var ki, Nikolaçıların əməllərinə nifrət eləyirsən, mən də onlara nifrət eləyirəm. Qulağı olan ruhun cəmiyyətlərə nə dediyini eşitsin. Qalib gələnə Allahın cənnətindəki həyat ağacından yeməyə icazə verəcəyəm. İzmirdəki cəmiyyətin mələyinə də yaz. Ölüb təkrar dirilən, birinci və axırıncı olan belə deyir. Sənin əməllərindən, əzabından və yoxsulluğundan, amma sən zənginsən, Yahudi olduqlarını iddia edənlərin küfründən də xəbərdaram. Onlar Yahudi deyil, şeytan yığınağıdır. Çəkəcəyin ələmlərdən qorxma. Budur, İblis sizlərdən bəzilərini zindana atacaq ki, imtihan olunasınız və siz 10 gün əzab içində olacaqsınız. Ölüm bahasına da olsa sadiq qal, mən sənə həyat tacını verəcəyəm. Qulağı olan ruhun cəmiyyətlərə nə dediyini eşitsin, qalib gələn ikinci ölümdən heç zərər görməyəcək. Pergamadakı cəmiyyətin mələyinə də yaz, iki ağızlı iti qılınca malik olan belə deyir. Sənin əməllərindən xəbərdaram, şeytanın taxtı olan yerdə yaşadığını da bilirəm. Sən mənim adımı möhkəm tutursan və hətta Antipanın günlərində belə mənə iman etdiyini inkar etmədin. Antipa isə mənim sadiq şahidim idi. O, iblisin yaşadığı yerdə sizin aranızda öldürüldü. Lakin səndən bir neçə şikayətim var. Çünki orada sənin yanında Bilamın təliminə riayət edənlər var. O, Balakı öyrətdi ki, İsrail oğulları qarşısında tələ qursun. Yəni onlar bütə gətirilən qurbanların ətini yesinlər və cinsi əxlaqsızlıq etsinlər. Bununla yanaşı sənin yanında da Nikolaçların təliminə riayət edənlər var. Buna nifrət edirəm. Beləliklə, tövbə elə. Əks təqdirdə tezliklə sənin yanına gəlib onlarla öz ağzımın qılıncı ilə döyüşəcəyəm. Qulağı olan ruhun cəmiyyətlərə nə dediyini eşitsin. Qalib gələnə, gizli saxlanan manna yeməyə icazə verəcəyəm. Ona ağ daş da verəcəyəm. Bu daşın üzərində yeni bir ad yazılmışdır ki, onu daşı alandan başqa heç kim bilmir. Tiatiradakı cəmiyyətin mələyinə də yaz. Gözləri odlu alov kimi olan və ayaqları parlaq tunca bənzəyən Allah oğlu belə deyir. Sənin əməllərindən, məhəbbətindən, xidmətindən, imanından və təhəmmülündən xəbərdaram və bilirəm ki, son işlərin birincilərdən çoxdur. Lakin səndən bir neçə şikayətim var. Çünki özünü Peyğəmbər adlandıran İzəvel adlı qadına imkan verirsən ki, mənim qullarımı öyrədib yoldan çıxarsın ki, onlar cinsi əxlaqsızlıq etsinlər və bütə gətirilən qurbanların ətini yesinlər. Mən ona möhlət verdim ki, əxlaqsızlığından tövbə eləsin, amma etmədi. Budur, mən onu əzab dolu bir yatağa yıxacağam. Onunla zina edənlərə də, əgər öz əməllərindən tövbə etməsələr, böyük əzab verəcəyəm. Onun uşaqlarını vəba ilə məhv eləyəcəyəm və bütün cəmiyyətlər dərk eləyəcəklər ki, mən insanların daxili varlığını və ürəyini tədqiq edənəm və hər birinizin əməllərinə görə əvəzini verəcəyəm. Amma sizə, Tiatirada olan digərlərinə, bu təlimi mənimsəyənlərin hamısına necə deyərlər, şeytanın dərinliklərini dərk etməyənlərə deyirəm, üzərinizə başqa yük qoymayacağam. Yalnız mən gəlinciyədək sizdə olana möhkəm bağlı qalın. Kim qalib gəlir və mənim gördüyüm işlərə sona dək riayət edirsə, xalqlar üzərində hakimiyyəti atam mənə necə verdisə, mən də ona verəcəyəm. O, dəmir çomaqla onları güdəcək, onlar saxsı qablar kimi sınacaqlar. Ona dan ulduzunda verəcəyəm. Qulağı olan, ruhun cəmiyyətlərə nə dediyini eşitsin. Sardisdəki cəmiyyətin mələyinə də yaz. Allahın 7 ruhuna və 7 ulduza malik olan belə deyir.
Sənin əməllərindən xəbərdaram. Adın var, güya sağsan, amma əslində ölüsən. Oyaq ol və ölümə yaxın olan qalıqları qüvvətləndir. Çünki Allah qarşısında sənin əməllərinin kamil olmadığını müəyyən elədim. Beləliklə, nə aldığını və nə eşitdiyini yadda saxla. Ona riayət elə və tövbə elə. Yox, əgər oyaq qalmasan, mən üstünə bir oğru kimi gələcəyəm və hansı saatda sənin üstünə gələcəyimi bilməyəcəksən. Burası da var ki, Sardisdə sənin yanında öz paltarlarını murdar eləməyən bir neçə adam var. Onlar mənimlə ağ paltarda yeriyəcəklər, çünki layiqdilər. Kim qalib gələrsə, ağ paltar giyəcək və mən onun adını həyat kitabından əsla silməyəcəyəm. Onun adını atam Allahın və onun mələklərinin önündə iqrar edəcəyəm. Qulağı olan ruhun cəmiyyətlərə nə dediyini eşitsin. Filadelfiyadakı cəmiyyətin mələyinə də yaz. Müqəddəs, həqiqi, Davudun açarlarına malik olan, açır və kimsə bağlaya bilmir, bağlayır və kimsə aça bilmir. Belə deyir, sənin əməllərindən xəbərdaram. Budur, mən sənin üzünə qapı açmışam, onu heç kim bağlaya bilməz. Sənin gücün azdır, amma mənim sözümə riayət etdin və mənim adımı inkar etmədin. Budur, şeytan yığınağından olan bəzilərini, Yahudi olmadıkları halda, yalnız yalan söyləyib özlərinə Yahudi deyənləri sizin yanınıza gətirirəm. Baxın, mən onları məcbur eləyəcəyəm ki, gəlib sənin ayaqlarının önündə səcdə eləsinlər və səni sevdiyimi bilsinlər. Madam ki, təhəmmül eləmək haqqındakı əmrimə riayət elədin, mən də səni yer üzündə yaşayanları imtihana çəkmək üçün bütün dünya üstünə gələcək imtihan saatından qoruyacağam. Budur, tezliklə gəlirəm. Malik olduğuna möhkəm sarır ki, kimsə tacını çalmasın. Qalib gələni Allahımın məbədində dirək eləyəcəyəm və o artıq oradan çölə çıxmayacaq. Onun üzərində Allahımın adını, Allahımın şəhərinin, göydən Allahımın yanından enən yeni Yerusəlimin adını və mənim yeni adımı yazacağam. Qulağı olan ruhun cəmiyyətlərə nə dediyini eşitsin. Laodikiyadakı cəmiyyətin mələyinə də yaz. Amin, sadiq və həqiqi şahid, Allahın xilqətinin banisi belə deyir. Sənin əməllərindən xəbərdaram. Sən nə soyuqsan, nə də isti. Kaş ki, sən ya soyuq, ya da isti olaydın. Madam ki, sən nə istisən, nə də soyuq, amma ilıqsan, səni ağzımdan qusacağam. Çünki deyirsən, mən zənginəm və varlanmışam, heç nəyə ehtiyacım yoxdur. Amma bilmirsən ki, zavallı, yazır, yoxsul, kör və çılpaqsan. Sənə məsləhət görürəm. Məndən odla təmizlənmiş qızıl al ki, zəngin olasan. Ağ paltarlar al ki, geyinəsən və sənin çırpaqlığının eybi görünməsin. Göz dərmanı da al ki, gözlərinə sürtüb görəsən. Mən sevdiklərimin hamısına məzəmmət və tərbiyə verirəm. Buna görə səyli ol və tövbə elə. Budur, mən qapı qarşısında durub onu döyürəm. Kim səsimi eşidib qapını açarsa, mən onun yanına girəcəyəm və mən onunla, o da mənimlə axşam yeməyini yiyəcəyik. Mən qalib gəlib atamla bərabər onun taxtında necə oturdumsa, qalib gələnə də icazə verəcəyəm ki, öz taxtımda mənlə eləcə otursun. Qulağı olan ruhun cəmiyyətlərə nə dediyini eşitsin. Bundan sonra gördüm ki, göğe açılmış bir qapı var. Şeypur səsi kimi mənimlə danışdığını eşitdiyim əvvəlki səs mənə dedi. Bura qalx və bundan sonra baş verməsi vacib olan hadisələri sənə göstərəcəyəm. Elə o anda ruhun hakimiyyəti altına düşdüm. Və budur, göydə bir taxt qurulmuş və taxtda biri oturmuşdu. Oturanın görünüşü yaşam və qırmızı əqiq daşına bənziyirdi. Və taxtın ətrafında zahirən zümrüdə bənzər göy qurşağı var idi. Taxtın ətrafında 24 ayrı taxt və taxtlar üzərində oturan
ağ paltar giymiş ve başlarında kızıl tac olan 24 aksakkal var idi. Ve taxtdan şimşəklər, göy gurultuları ve uğultular çıxırdı. Taxtın önündə odla yanan 7 məşəl var idi ki, onlar Allah'ın 7 ruhudur. Taxtın qarşısında da büllura bənzər, sanki şüşədən bir dəniz, taxtın ortasında və ətrafında önü və arxası gözlərlə dolu olan 4 canlı məxluq var idi. Birinci məxluq aslana, ikinci məxluq danaya, üçüncü məxluqun üzü insan üzünə, dördüncü məxluq uçan qartala bənziyirdi. Bu 4 məxluqdan hər birinin 6 qanadı vardı. Onların ətrafı, hətta qanadlarının alt tərəfi gözlərlə dolu idi. Ara vermədən gecə gündüz deyirlər: Var olmuş, var olan ve gelecek. Küll ihtiyar Rəbb Allah müqəddəsdir, müqəddəsdir, müqəddəsdir. Və canlı məxluqlar taxta oturana, əbədi olaraq yaşayana izzət, hörmət və şükran verdikcə, 24 aksakkal taxta oturanın önündə yerə döşənir, əbədi yaşayana səcdə edir və taclarını taxtın önünə ataraq deyirlər: Ya Rəbbimiz ve Allah'ımız, izzeti, hürmeti ve kudreti almağa layıksan. Çünkü her şeyi sen yarattın ve her şey senin iradenle mevcut oldu ve yarandı. Taxta oturanın sağ əlində içəridən və arxadan yazılı olan 7 möhürlə mühürlənmiş bir tumar gördüm. Və Tumarı açmağa ve onun mühürlerini çıkarmağa kim layıqdır? deyə yüksək səslə elan edən qüvvətli bir mələk gördüm. Amma nə göydə, nə yerdə, nə də yer altında kimsə bu tumarı aça bilmir və ona baxa bilmirdi. Və mən çox ağladım ki, bu tumarı açıb oxumağa və ona baxmağa layiq olan bir nəfər belə tapılmadı. O zaman ağsaqqallardan biri mənə dedi: Ağlama. Budur, Yahuda qəbiləsindən olan Aslan, Davudun kökü qalib gəldi ki, tumarı onun 7 möhrünü açsın. Taxtın, 4 canlı məxluqun və ağsaqqalların arasında duran, boğazlanmışa bənzər bir quzu gördüm. 7 buynuzu və 7 gözü vardı. Bunlar da Allah'ın bütün dünyaya göndərilmiş 7 ruhudur. Quzu gəlib, taxta oturanın sağ əlindən tumarı aldı. O, tumarı götürəndə 4 canlı məxluq və 24 ağsaqqal quzu qarşısında yerə döşəndilər. Hər birinin əlində arfa və içi buxurla dolu qızıl camlar vardı ki, bunlar qəddəslərin dualarıdır. Onlar yeni bir mahnı oxuyaraq deyirdilər: Tumarı götürməyə və onun möhürlərini açmağa sən layiqsən. Çünki boğazlandın və öz qanınla hər qəbilədən, dildən, xalqdan və millətdən bizi Allah üçün satın alıb, Allahımıza xidmət üçün padişah və kahin təyin etdin. Və biz dünya üzərində səltənət sürəcəyik. Taxtın, canlı məxluqların və ağsaqqalların ətrafında bir çox mələk gördüm və onların səsini eşitdim. Onların sayı minlərcə, minlər və 10 minlərcə, 10 minlər idi. Yüksək səslə deyirdilər: Boğazlanmış quzu, qüdrəti və sərbəti, hikməti və qüvvəti, hörməti, izzəti və bərəkəti almağa layiqdir. Və mən göydə və yer üzündə, yerin altında və dənizdə olan hər məxluqun və bunlardakı bütün varlıqların Taxtda oturana və quzuya əbədi olaraq bərəkət və hörmət, izzət və qüdrət olsun dediklərini eşitdim və 4 canlı məxluq Amin.
deyirdi. Ağsaqqallar da yerə döşənib səcdə etdilər. Gördüm ki, quzu 7 möhrün birini açdı. Bu zaman 4 canlı məxluqdan birinin göl gürültüsünə oxşar səslə mənə Gəl bax. dediyini eşitdim. Baxıb gördüm ki, bir ağ at durub. Belindəki atlının da əlində yay var. Ona bir tac verildi və o, Fatih kimi yola çıxdı ki, fəth etsin. Quzu ikinci möhrü açanda, ikinci canlı məxluqun Gəl, bax. dediyini eşitdim. Bu dəfə başqa bir at, kürən at çıxdı. Onun belində oturana dünyadan sülhü götürmək rüsxəti verildi ki, insanlar bir-birini öldürsün və atlıya böyük bir qılınc verilmişdi. Quzu üçüncü möhrü açanda, üçüncü canlı məxluqun Gəl, bax. dediyini eşitdim. Baxıb gördüm ki, qara bir at və belindəki atlının əlində bir tərəzi var. Və 4 canlı məxluqun içindən sanki bir səsin Bir ölçü buğda, bir deyil. 3 ölçü arpa da bir dinar. Zeytun yağına və şəraba isə ziyan vurma. dediyini eşitdim. Quzu 4-cü möhrü açanda, 4-cü canlı məxluqun Bax, deyən səsini eşitdim. Baxıb gördüm ki, solğun bir at, belində də bir atlı var. Atlının da adı ölüm. Ölülər aləmi də onun ardınca gəlirdi. Onlara dünyanın 1/4 üzərinə hakimiyyət verilmişdi ki, qılınc və aclıq, vəba və yerin vəhşi heyvanları ilə insanları öldürsünlər. Quzu 5-ci möhrü açanda, qurbangah altında Allahın kəlamından və malik olduqları şəhadətdən ötürü qətl edilmişlərin ruhlarını gördüm. Onlar yüksək səslə çığırıb deyirdilər: Ey müqəddəs və həqiqi Mevla, nə vaxta kimi hökm etməyib, yer üzündə yaşayanlardan qanımızın intiqamını almayacaqsan. Bu onların hər birinə ağ libas verilib, deyildi ki, özləri kimi öldürüləcək həmkarlarının və qardaşlarının sayı tamamlanıncaya qədər qısa bir müddət daha istirahət etsinlər. Quzu 6-cı möhrü açanda, baxıb gördüm ki, böyük bir zəlzələ baş verdi. Günəş qıldan toxunmuş çul kimi qaraldı və ay başdan başa qana bənzər oldu. Və göyün ulduzları əncir ağacı güclü külək tərəfindən sarsılıb kələncirlərini tökdüyü kimi yer üzünə töküldü. Asiman da bükülən tumar kimi çəkilib getdi. Hər dağ və ada yerindən tərpəndi. Yer üzünün hökümdarları və əyanları, varlıları və sərkərdələri, güclüləri, hər qul və hər azad mağaralarda və dağların qayaları arasında gizlənib dağlara və qayalara deyirdilər: Üstümüzə yıxılın. Bizi taxta oturan yüzündən və quzunun qəzəbindən gizlədin. Çünki onun qəzəbinin böyük günü gəldi və kim dayana bilər? Bundan sonra yerin 4 güşəsi üzərində duran 4 mələyi gördüm. Onlar dünyanın 4 küləyini tuturdular ki, nə yerə, nə dənizə, nə də hər hansı bir ağaca külək əssin. Mən başqa bir mələyi də gördüm. O, yaşayan Allahın möhrünə malik olub, gün doğandan qalxırdı. Yerə və dənizə ziyan vurmaq gücü onlara verilmiş 4 mələyə yüksək səslə müraciət edib dedi: Biz Allahımızın qullarının alnını möhürləyənədək yerə, dənizə və ağaclara zərər vurmayın. Və mən möhürlənənlərin siyahısını eşitdim. İsrail oğullarının bütün qəbilələrindən 144 min nəfər mühürlənmişdi. Yahuda qəbiləsindən 12 min, Ruben qəbiləsindən 12 min,
Qad qəbiləsindən 12.000, Aşer qəbiləsindən 12.000, Naftali qəbiləsindən 12.000, Menaşe qəbiləsindən 12.000, Şimon qəbiləsindən 12.000, Levi qəbiləsindən 12.000, İssakar qəbiləsindən 12.000, Zəvulun qəbiləsindən 12.000, Yusif qəbiləsindən 12.000, Binyəmin qəbiləsindən 12.000 möhürlənmişdi. Bundan sonra baxıb gördüm ki, hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan, kimsənin saymağa qadir olmadığı böyük bir izdiham, ağ libas geyib, əllərində palma budağı, taxtın və quzunun qarşısında durublar. Onlar yüksək səslə, Xilas taxta oturan Allahımıza və quzuya məxsusdur deyərək nida edirdilər. Və bütün mələklər taxtın, ağsaqqalların və 4 canlı məxluqun ətrafında durmuşdular. Taxtın önündə üz üstə düşüb, Allaha səcdə edərək deyirdilər. Amin. Allah'ımıza əbədi bərəkət, izzət, hikmət, şükran, hörmət, qüdrət və qüvvət olsun. Amin. Ağsaqqallardan biri sözə başlayıb məndən soruşdu. Ağ libas geymiş bu adamlar kimdir? Hardan gəliblər? Mən ona dedim, ağam, sən bilirsən. O mənə dedi, Bunlar o böyük məşəqqətdən çıxanlardır. Libaslarını yuyub, onları quzun qanı ilə ağartdılar. Buna görə onlar Allahın taxtı qarşısındadırlar. Onun məbədində gecə-gündüz ona xidmət edirlər. Taxtda oturan isə öz çadırını onların üzərində quracaqdır. Onlar artıq açlıq çəkməyəcəklər. Daha susuz qalmayacaqlar. Onları günəş və hansı bürkü çatmayacaqdır. Çünki taxtın ortasındakı quzu onlara çoban olacaq və həyat sularının qaynaqlarına aparacaq və Allah onların gözlərindən hər yaşı siləcəkdir. Quzu 7-ci möhürü açanda, asimana yarım saatlıq sükut çöktü. Və mən Allahın qarşısında duran 7 mələyi gördüm. Onlara 7 şeypur verildi. Digər bir mələk də gəlib, qurbangahın önündə durdu. Onun əlində qızıl buxurdan vardı. Və ona çoxlu buxur verilmişdi ki, taxtın önündə olan qızıl qurbangah üzərində bütün müqəddəslərin dualarına qatsın. Buxurun tüstüsü müqəddəslərin duaları ilə birlikdə mələyin əlindən Allahın qarşısına qalxdı. Mələk buxurdanı götürdü, onu qurbangahdakı odla doldurdu və yerə atdı. Uğultular, göy gürültuları, şimşəklər və zəlzələ oldu. Sonra 7 şeypuru olan 7 mələk şeypur çalmağa hazırlaşdı. Birinci mələk şeypuru çaldı. Qan ilə qarışıq, dolu və od oldu və yer üzərinə yağdırıldı. Yerin 1/3, ağacların 1/3 və bütün yaşıl otlar yandı. İkinci mələk şeypuru çaldı. Sanki alov kimi yanan böyük bir dağ dənizin içine atıldı. Dənizin 1/3 qana çevrildi. Dənizdə yaşayan məxluqların da 1/3 öldü. Gəmilərin də 1/3 məhv oldu. Üçüncü mələk şeypuru çaldı. Göydən məşəl kimi yanan böyük bir ulduz çayların 1/3 və su bulaqlarının üstünə düşdü. O ulduzun adı Yovşandı. Suların 1/3 Yovşana döndü. Bir çox insan da sulardan öldü, çünki sular acılaşmışdı. Dördüncü mələk şeypuru çaldı. Günəşin, ayın və ulduzların 1/3 zərbə yedi ki, onların 1/3 qaralsın. Gündüzün 1/3 və gecənin eyni nisbəti də işıqsız qaldı. Və mən göyün ortasında uçan bir qartalı gördüm və eşitdim ki, o yüksək səslə deyir: Şeypur çalacaq 3 mələyin digər şeypur səslərindən vay, vay, vay olsun yeryüzündə yaşayanların başına. 5-ci mələk də şeypuru çaldı
Ve ben göyden yere düşmüş bir ulduz gördüm. O ulduza dipsiz derinliklere inen kuyunun açarı verildi. O, dipsiz derinliklerin kuyusunu açtı. Kuyudan iri bir sobanın tüstüsüne benzer tüstü çıktı. Güneş ve havada kuyudan çıkan tüstüden qaraldı. Tüstüden yeryüzüne çeyirtkeler yağdı ki, onlara yeryüzünün əqrəblərinin malik oldukları güce benzer bir güc verilmişti. Onlara değilmişti ki, yeryüzünün otuna ve hiçbir yaşıl bitkiye, hiçbir ağaca toxunmasın. Yalnız alınlarında Allah'ın mührü olmayan adamlara zarar vursunlar. Ve onlara değilmemişti ki, hemin adamları öldürsünler, ama rüşvet verilmişti ki, onlara 5 ay işkence versinler. Ettikleri işkence ise, əqrəb insanı sancan zaman olan əziyyət kimidir. O günlerde insanlar ölüm aktaracak, ama tapmayacaklar. Ölümün həsrətini çəkəcəklər, amma ölüm onlardan qaçacaqdı. Çəyirtkələr görünüşçe döyüşe hazırlanmış atlara benziyirdi. Onların başında sanki qızla benzer taclar vardı ve onların üzü ise insan üzünü oxşayırdı. Kadın saçlarına benzer saçları vardı. Dişleri de aslan dişleri kimiydi. Onların demir zireh kimi döş zirehleri vardı. Qanadlarının səsi çoxlu cəng arabasının və döyüşə qaçan atların səsinə oxşayırdı. Əqrəblərə bənzər quyruqları və neştərləri var. İnsanlara 5 ay zərər verəcək gücləri quyruqlarındaydı. Onların üzərində dipsiz dərinliklərin mələyi səltənət sürür. Bu mələyin adı İbranicə Avadon, Yunanca Apolliondur. Birinci müsibət keçdi. Bundan sonra budur. Daha 2 müsibət gəlir. 6. mələk şeypuru çaldı. Allah'ın önünde olan qızıl qurbangahın 4 buynuzundan gelen bir ses eşittim. O ses şeypuru olan mələyə deyirdi: Böyük Ferhat çayı yanında bağlı olan 4 meleği bırak. Bu saat ve gün, bu ay ve il için hazırlanmış o 4 mələk bırakıldı ki, insanların 1/3'ünü öldürsünler. Atlı qoşunların sayı 200 milyon idi. Onların sayını eşittim. Ve mən atları, ve onların belinde oturanları hayalda bu cür gördüm. Atlıların ot, göy yağut ve kükürt renginde döş zirehi vardı. Atların başı ise aslan başına benzirdi. Onların ağzından ot, tüstü ve kükürt çıkırdı. İnsanların 1/3 onların ağzından çıkan ot, tüstü ve kükürtten bu 3 beladan öldü. Çünkü atların gücü ağızlarında ve kuyruklarındadır. Çünkü onların ilana benzer kuyrukları ve başları vardı. Bunlarla zarar vururlar. Bu belalarla öldürülmeyen diğer insanlar ise özellerinin emellerinden tövbe etmediler. Cinlere ve kızıl, gümüş, mis, daş ve tahta bütlere secde etmekten vazgeçmediler. Ve bütlerse ne görebilir, ne işitebilir, ne de yeriyebilirler. Öldürülmeyen insanlar habele öz adam öldürmeklerinden, sehirbazlıklarından, cinsi əxlaqsızlıqlarından, oğurluqlarından da tövbe etmediler. Ben diğer güçlü bir meleği gördüm. O buludu giyinip göyden inirdi. Onun başı üzerinde göy kuşağı vardı. Yüzü güneşe benziyirdi ve ayakları odlu direkler kimiydi. O elinde açık, küçük bir tumar tutmuştu. Öz sağ ayağını denizin, sol ayağını ise qurunun üstüne koydu. Aslan nərə çəkirmiş kimi yüksek sesle nida etti. O nida edəndə 7 göy gürültüsü öz sesleriyle danıştılar. Ve 7 göy gürültüsü öz sesleriyle danışan zaman ben yazmak istəyirdim. Ama göyden 7 göy gürültüsünün söylediklerini mühürle, onları yazma diyen bir ses eşittim. Denizde ve quruda durduğunu gördüğüm melek öz sağ elini göğe kaldırdı ve ebedi olarak yaşayanın, göyü ve göyde olanları, yeri ve yerde olanları, denizi ve denizdekileri Yaradanın adına and içti ki daha mühlet olmayacak. Ama 7. meleğin car çekeceği günlerde şeypur çalacağı zaman
öz qulları peyğəmbərlərə müjdə etdiyi kimi Allahın sirri də tamamlanacaqdır. Və göydən eşitdiyim səs yenə də mənimlə danışıb dedi: Get, dənizdə və quruda duran mələyin əlindəki açıq tumarı götür. Mən də mələyin yanına gedib, tumarı mənə ver, dedim. O isə mənə dedi: Onu götür ye. O qarnını acılaşdıracaq, amma ağzında bal kimi şirin olacaq. Və mən kiçik tumarı mələyin əlindən götürüb yedim. O ağzımda bal kimi şirin idi. Amma onu yiyəndən sonra qarnımda acılıq hiss etdim. Və mənə dedilər: Sən yenidən bir çox xalqlar, millətlər, dillər və hökmdarlar haqqında peyğəmbərlik etməlisən. Mənə əl ağacına oxşar bir arşın verilib, deyildi: Dur, Allahın məbədini, qurbangahı və orada səcdə edənləri ölç. Lakin məbədin xarici həyətini burax, onu ölçmə. Çünki o digər xalqlara verildi və onlar müqəddəs şəhəri 42 ay ayaq altında tapdalayacaqlar. Və 2 şahidimə rüsxət verəcəyəm. Onlar da çula bürünüb 1260 gün peyğəmbərlik eləyəcəklər. Yer üzünün Rəbbi qarşısında duran 2 zeytun ağacı və 2 çıraqdan bunlardır. Və kim onlara zərər vurmaq istərsə, onların ağzından ot püskürüb, onların düşmənlərini yeyir. Onlara zərər vurmaq istəyən bu cür öldürülməlidir. Onların göyü bağlamaq səlahiyyəti vardı ki, peyğəmbərlik etdikləri günlərdə yağmur yağmasın. Onlar belə suları qana çevirmək və neçə dəfə istəsələr yerə hər cür bəla ilə zərbə vurmaq səlahiyyətinə də malikdirlər. Və onlar öz şəhadətlərini bitirdikdən sonra dipsiz dərinliklərdən çıxan canavar onlara qarşı vuruşacaq, onları məğlub edəcək və öldürəcəkdir. Onların cəsədləri məcazi dildə Sodom və Misir adlanan böyük şəhərin baş küçəsində səriləcəkdir. Bizim Rəbbimiz də orada çarmıxa çəkilmişdir. Bütün xalqlardan, qəbilələrdən, dillərdən və millətlərdən olan adamlar 3 gün yarım onların cəsədlərinə baxacaq və cəsədlərinin qəbrə qoyulmasına icazə verməyəcəklər. Və yer üzündə yaşayanlar onların bu halına sevinib şadlanacaq və bir-birlərinə hədiyyələr göndərəcəklər. Çünki bu 2 peyğəmbər yer üzündə yaşayanlara işgəncə verdi. 3 gün yarımdan sonra Allah'tan gələn həyat ruhu onlara daxil oldu və onlar ayağa durdular və onları görənlərin üzərinə böyük bir qorxu düşdü. O vaxt 2 peyğəmbər göydən onlara Bura çıxın. deyən yüksək bir səs eşitdilər və göyə bulud içində qalxdılar. Onların düşmənləri də onları gördülər. Və o saatda böyük bir zəlzələ baş verdi və şəhərin 1/10 çöktü. Bu zəlzələ zamanı 7000 insan adı məhv oldu. Qalanları isə qorxu içində olub səmavi Allaha həmd etdilər. İkinci müsibət keçdi. Budur, 3-cü müsibət tezliklə gəlir. 7-ci mələk şeypuru çaldı və göydə Dünya səltənəti Rəbbimizin və onun Məsihinin səltənəti oldu. Və o, əbədi olaraq səltənət sürəcək. deyən yüksək səslər eşidildi və Allahın qarşısında öz taxtlarında oturan 24 ağsaqqal üz üstə düşüb Allaha səcdə edərək dedi: Ey külli ixtiyar, var olan, var olmuş və gələcək olan Rəbb Allah, sənə şükr edirik ki, sən öz böyük qüdrətinə qurşanıb səltənət sürməyə başladın. Xalqlar qəzəbləndilər və sənin qəzəbin gəldi. Və ölüləri məhkəmə olunmaq, sənin qulların peyğəmbərlərə, müqəddəslərə, sənin adından qorxanlara, kiçiklərə və böyüklərə mükafatlarını vermək və yeri tələf eləyənləri tələf etmək vaxtı gəldi. Sonra Allahın göydə olan məbədi açıldı. Onun məbədində onun əhdinin sandığı peyda oldu.
və şimşəklər, uğultular, göy gurultuları, zəlzələ və güclü dolu fırtınası baş verdi. Göydə böyük bir əlamət, günəşi geyinmiş, ayaqları altında ay və başı üstündə 12 ulduzdan ibarət çələngi olan bir qadın peyda oldu. O hamilə idi. Ağrı vəziyyət çəkib qışqırırdı ki, doğsun. Göydə başqa bir əlamət də zuhur etdi. Budur 7 başlı, 10 buynuzlu, başları üzərində 7 tac olan böyük, qırmızı bir əjdaha. Onun quyruğu göy ulduzlarının 3də birini sürüyüb yer üzərinə attı. Əjdaha doğmaq üzrə olan qadının önündə durdu ki, qadın doğan kim onun uşağını utsun. Qadın bütün xalqları dəmir çomaqla güdəcək bir oğlan uşağı doğdu. Və bu uşaq Allahın yanına, onun taxtının qarşısına götürüldü. Qadınsa səhraya qaçdı. Onun orada Allah tərəfindən hazırlanmış yeri vardı ki, orada onu 1260 gün bəsləsinlər. Və göydə müharibə oldu. Mikail və onun mələkləri əjdaha ilə vuruşdular. Əjdaha və onun mələkləri onlara qarşı döyüşdülər. Amma gücləri çatmadı və göydə onlara artıq yer tapılmadı. İblis və şeytan adlanan böyük əjdaha, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı. Mələkləri də onunla birlikdə atıldılar. Sonra mən göydə bu sözləri deyən yüksək səs eşitdim. İndi Allahımızın xilası, qüdrəti, səltənəti və onun Məsihinin hakimiyyəti gəldi. Çünki qardaşlarımızın ittihamçısı, onları Allahımızın önündə gecə və gündüz ittiham edən devrildi. Onlar ona quzunun qanı vasitəsilə və şəhadət etdikləri təbliğlə qalib gəldilər və öz canlarını elə sevmədilər ki, ölümdən çəkinsinlər. Buna görə ey göylər və oralarda yaşayanlar, sevinin, yerə və dənizə vay olsun. Çünki iblis vaxtının az olduğunu bilərək böyük qəzəblə yanınıza endi. Əjdaha yer üzünə atıldığını görəndə, oğlan uşağını doğmuş qadını təqibə başladı. Qadına isə böyük qartalın 2 qanadı verildi ki, səhraya, öz yerinə uçsun. Orada ilandan uzaqda vaxtlar və yarım vaxt ərzində bəslənəcəkdir. İlan, qadının ardınca öz ağzından çay kimi su püskürdü ki, sel qadını aparsın, lakin yer qadına kömək etdi. Yer ağzını açıb, əjdahanın ağzından püskürdüyü çayı utdu. Əjdaha qadına qəzəbləndi və getdi ki, onun nəslindən olar. Allahın əmrlərinə riayət edib, İsa'ya olan şəhadətlərinə bağlı qalan digər insanlarla vuruşsun. Mən dəniz qumu üstündə dayandım və dənizdən çıxan 7 başlı, 10 buynuzlu bir canavar gördüm. Buynuzları üzərində 10 tacı və başları üstündə küfür adları vardı. Gördüyüm canavar bəbirə bənziyirdi. Onun ayaqları ayı ayaqlarına, ağzı aslan cəhənginə oxşayırdı. Əjdahasa ona öz qüvvətini, taxtını və böyük səlahiyyət vermişdi. Mən onun başlarından birini gördüm. Bu baş ölümcül halda yaralanmışa bənziyirdi. Amma onun ölümcül yarası sağaldıldı. Bütün yer üzü təəccüblənərək canavarı izləyirdi. Və canavara hakimiyyət verdiyi üçün əjdahaya səcdə etdilər. Canavara da səcdə edib dedilər: Kim bu canavara bənzər və kim onunla vuruşa bilər? Və ona böyük və küfürlü sözlər söyləyən ağız verildi. Ona ha belə 42 ay fəaliyyət göstərməyə səlahiyyət verildi. O ağzını açdı ki, Allaha küfür söyləsin, onun adına və onun çadırına, yəni göydə yaşayanlara küfr eyləsin. Ona elə bir rüsxət də verildi ki, müqəddəslərlə vuruşub qalib gəlsin və ona hər qəbilə, hər xalq, hər dil və hər millət üzərində səlahiyyət bağışlandı. Yer üzündə yaşayanların hamısı, dünya yaranandan bəri boğazlanmış quzunun həyat kitabında adı qeyd olunmamış hər kəs ona səcdə edəcəkdir. Qulağı olan eşitsin. Kim əsirliyə getməlidirsə, əsirliyə gedir.
Kim qılınçla öldürülməlidirsə, qılınçla öldürülür. Belə vəziyyətdə müqəddəslərin təhəmmülü və imanı olmalıdır. Mən yerdən qalxan başqa bir canavarı da gördüm. Onun quzununkuna bənzər 2 buynuzu vardı və əjdaha kimi danışırdı. O, birinci canavarın bütün səlahiyyətini onun naminə yeridir və bütün yeri və orada yaşayanları məcbur edir ki, ölümcül yarası sağalan birinci canavara səcdə etsinlər. O elə böyük əlamətlər yaradır ki, hətta insanlar qarşısında göydən yerə od yağdırır. Və canavar qarşısında törətməsinə icazə verilən əlamətlərlə yer üzündə yaşayanları azdırır. O yer üzündə yaşayanlara deyir ki, onlar qılıncdan yaralanan və yenə yaşayan canavarın bir surətini yaratsınlar. Ona, canavarın surətinə nəfəs vermək qüdrəti bağışlandı ki, canavarın surəti danışsın və canavarın surətinə səcdə etməyən hər kəsi öldürtsün. Kiçiklərin və böyüklərin, zənginlərin və yoxsulların, azadların və qulların hamısının sağ əlinə, yaxud alnına damğa vurdurur. Və bu damğaya, yəni canavarın adına, yaxud adına aid saya malik olmayan kimsəyə alver etmək icazəsi vermir. Belə vəziyyətdə hikmətli olmaq lazımdır. Ağlı olan canavara aid sayı hesablasın. Çünki bu bir insanın sayıdır. Onun sayı 666'dır. Baxıb gördüm ki, quzu Sion dağında durub. Yanında da alınlarında onun və atasının adı yazılmış 144.000 adam durubdu. Və göydən gür-gür axan suların səsinə oxşar və böyük göy gürültüsünə bənzər bir səs eşitdim. Arfalarını çalan arfaçıların səsi kimi bir səs də eşitdim. Və taxtın, 4 canlı məxluqun və ağsaqqalların qarşısında sanki yeni bir mahnı oxuyurlar. Yer üzündə satın alınmış o 144.000 nəfərdən başqa heç kim bu mahnını öyrənə bilmədi. Bu adamlar özlərini qadınlarla ləkələməmiş adamlardır. Çünki onlar bakirdirlər. Bunlar quzu hara gedərsə, ardınca gedənlərdir. Bunlar Allaha və quzuya aid olacaqların ilki olmaq üçün insanlar arasından satın alındılar. Onların ağzında yalan tapılmadı. Onlar Allahın taxtı önündə ləkəsizdirlər. Göyün ortasında uçan başqa bir mələyidi gördüm. Onun əbədi bir müjdəsi vardı ki, yer üzündə yaşayanlara, hər millətə, hər qəbiləyə, hər dilə və hər xalqa təbliğ etsin. Və o yüksək səslə deyirdi: Allahdan qorxun, ona izzət verin. Çünki onun hökmünün vaxtı gəldi. Göyü, yeri, dənizi və su bulaqları yaradana səcdə edin. Başqa bir mələk də ardınca gəlib deyirdi: Yıxıldı! Öz azğın əxlaqsızlığının şərabını bütün xalqlara içirən böyük Babil şəhəri yıxıldı. Və bunların ardınca 3-cü bir mələk gəlib yüksək səslə deyirdi: Kim canavara və onun surətinə səcdə edib, alnına yaxud əlinə damğa vurulmasını qəbul edərsə, o da Allahın hiddət kəsasında saf olaraq hazırlanmış öz qəzəbinin şərabından çəkək. Ona müqəddəs mələklərin qarşısında və quzunun önündə od və kükürdlə əzab ediləcək və əzablarının tüstüsü əbədi olaraq qalxacaq. Canavara və onun surətinə səcdə edənlərin, onun adının damğasını qəbul edənlərin nə gecə, nə də gündüz rahatlığı var. Allahın əmrlərinə riayət edən və İsa'ya sadiq qalan müqəddəslər bu vəziyyətdə təhəmmül göstərməlidirlər. Və göydən mənə bu sözləri söyləyən bir səs eşitdim: Yaz, Rəbbə bel bağlayıb ölənlər bu andan etibarən bəxtiyardılar. Ruh deyir ki, Bəli, qoy onlar öz əməklərindən rahatlansınlar. Çünki onların əməllərinin nəticəsi onlarla gedir. Baxıb gördüm ki, ağ bir bulud var
ve buludun üstünde insanoğluna benzer biri oturup, onun başında kızıl taç ve elinde iti orak vardı. Məbəddən başka bir melek de çıkıp, bulut üzerinde oturana yüksek sesle dedi: Orağını işe sal ve biç. Çünkü biçin zamanı geldi. Yeryüzünün biçini yetişti. Ve bulut üzerinde oturan öz orağını yeryüzüne saldı ve yer üzü biçildi. Göyde yerleşen məbəddən başka bir melek de çıktı. Onun elinde de iti orak vardı. Qurbangahdansa od üzerinde hakimiyeti olan diğer bir melek çıkıp, iti orağı olana yüksek sesle nida edip dedi: Öz iki orağını işe sal ve yeryüzündeki üzüm salkımlarını topla. Çünkü üzümler yetişmiştir. Melek öz orağını yeryüzüne salıp, yerin meynesinden üzüm topladı. Ve Allah'ın qəzəbinin böyük üzüm sıxanına attı. Üzüm sıxandaki üzüm gilələri şəhərdən kənarda tapdalandı. Ve üzüm sıxandan çıxan qan 1600 stadiya qədər məsafədə at yüyənlərinə kimi çatdı. Göydə başka bir böyük ve harikulade əlamət, 7 son belanı getiren 7 melek gördüm. Bunlar son belalardı. Çünkü Allah'ın qəzəbi onlarla bitmişti. Odla karşı şüşeden deniz kimi bir şey gördüm. Canavara, onun suretine ve damgasına, adına ait saya galip gelenleri de ellerinde Allah'ın verdiği arfalarla şüşe denizin üzerinde duran gördüm. Allah'ın kulu Musa'nın mahnısını ve kuzunun mahnısını okuyarak deyirlər: Ey küll ihtiyar Rabballah! Senin emellerin büyük ve harikuladedir. Ey milletlerin hükümdarı! Senin yolların doğru ve hakikidir. Ya Rab! Kim senden korkmayacak ve senin adını izzetlendirmeyecektir. Çünkü yalnız sen müqəddəssən. Bütün halklar gelecek ve senin önünde secde edecekler. Çünkü senin adil işlerin izhar olundu. Bundan sonra gördüm ki məbəd, yani göydeki şehadet çadırı açıldı. 7 belanı getiren 7 melek, temiz ve parlak katan paltar giyinmiş ve döşlerine kızıl qurşaqlar qurşamış olarak məbəddən çıktı. 4 canlı məxluqun biri 7 meleğe, ebedi olarak yaşayan Allah'ın qəzəbiyle dolu 7 qızıl can verdi. Məbəd Allah'ın izzetinden ve qüdrətindən duman ile doldu ve 7 meleğin 7 belası tamam oluncaya kimsenin məbədə girə bilmədi. Məbəddən 7 meleğe: Gedin, Allah'ın qəzəbinin 7 camını yeryüzüne boşaldın. Deyən yüksek bir ses eşittim. Birinci melek gitti, öz camını torpaq üzerine boşalttı ve canavarın damgası özlerinde olan ve onun suretine secde eden adamlarda pis ve iğrenç yara əmələ geldi. İkinci melek öz camını denize boşalttı. Deniz ölü kanı kimi kana döndü ve denizde yaşayan bütün canlılar mahvoldu. Üçüncü melek öz camını çaylara ve su bulaqlarına boşalttı ve bunlar kana döndüler. Ve mən sular meleğinin: Ey var olan ve var olmuş müqəddəs Rab! Sen adilsen. Çünkü belə hükmettin. Çünkü onlar müqəddəslərin ve peygamberlerin kanını töktüler. Ve sen onlara içmek için kan verdin. Onlar buna layıkdılar. dediğini eşittim. Ve qurbangahdan bir başkasının: Bəli, ey külli ixtiyar Rabballah! Senin hükümlerin hakiki ve adildir. dediğini eşittim. Dördüncü melek öz camını güneş üzerine boşalttı ve ona insanları odla yandırmak kudreti verildi. İnsanlar büyük istiliyle yandılar ve bu belaların üzerinde hakimiyeti olan Allah'ın adına küfür ettiler. Ama tövbe edip ona izzet vermediler. Beşinci melek öz camını canavarın tahtına boşalttı ve onun səltənətinə qaranlıq çöktü. İnsanlar əzabdan dillerini dişlediler.
ve öz əzab və yaralarından ötürü səmavi Allaha küfr etdilər. Amma öz əməllərindən tövbə etmədilər. 6-cı mələk öz camını böyük Fərat çayına boşaltdı və onun suyu qurudu ki, gün doğandan gələn hökümdarların yolu hazırlansın və əjdahanın ağzından, canavarın ağzından və yalancı peyğəmbərin ağzından çıxan qurbağaya bənzər 3 murdar ruh gördü. Onlar əlamətlər göstərən cin ruhlarıdır. Dünyanın bütün hökümdarlarının yanına gedirlər ki, onları kül ixtiyar Allahın böyük günündə baş verəcək müharibəyə toplasınlar. Budur, oğru kimi gəlirəm. Oyaq olan, çılpaq gəzməmək və xəcalətli qalmamaq üçün paltarlarını üstündə tutan nə bəxtiyardır. Və onları İbranicə Harmegidon adlanan yerə topladılar. 7-ci mələk öz camını hava üzərinə boşaltdı və göydəki məbəddən, taxtdan Tamam oldu. deyən yüksək bir səs çıxdı. Şimşəklər, uğultular və göy gürültuları baş verdi və elə güclü bir zəlzələ oldu ki, insanların yer üzündə olduğu vaxtdan bəri onun kimi elə böyük zəlzələ olmamışdı. Böyük şəhər 3 yerə parçalandı və millətlərin şəhərləri yerlə yeksan oldu. Böyük Babil də Allahın qarşısında anıldı ki, onun şiddətli qəzəbinin şərabını tutan kasa ona verilsin. Hər ada qaçdı və dağlar yox oldu. Göydən insanların üstünə hər biri bir talant ağırlığında olan böyük dolu dənələri yağdı. İnsanlar da dolu bəlasından ötürü Allaha küfr etdilər. Çünki ondan gələn bəla həddindən artıq böyük idi. 7 cama malik 7 mələkdən biri gəlib mənimlə söhbət etdi və dedi: Bura gəl. Gür axan suların üzərində oturan böyük fahişənin uğrayacağı hökmü sənə göstərəcəm. Yerin hökmdarları ondan cinsi əxlaqsızlığa düşdülər və onun zinasının şərabı ilə yer üzündə yaşayanlar sərxoş oldular. O, məni ruhən səhraya apardı. Orada mən 7 başlı və 10 buynuzlu küfür adları ilə dolu qırmızı bir canavarın belində oturmuş bir qadın gördüm. Qadın mor və tünd qırmızı paltara bürünmüşdü. Qızıl, qiymətli daş və mirvari ilə bəzənmişdi. Onun əlində iyrənc şeylər və öz əxlaqsızlığının çikabı ilə dolu bir qızıl kasa vardı. Alnında sirli bir ad yazılmışdı. Böyük Babil, dünyanın fahişələrinin və iyrəncliklərinin anası. Mən gördüm ki, qadın müqəddəslərin qanından və İsa'nın şahidlərinin qanından sərxoş olub və onu görəndə dərin heyrətə büründüm. Mələk mənə dedi: Ne üçün təəccübləndin? Mən sənə qadının və onu daşıyan 7 başlı 10 buynuzlu canavarın sirrini açacağım. Gördüyün canavar əvvəlcə var idi və indi yoxdur. Dipsiz dərinliklərdən çıxmaq üzrədir və həlakə gedir. Yer üzündə oturanlardan adları dünya qurulandan bəri həyat kitabında yazılmamış adamlar canavarı gördükdə heyrətə düşəcəklər. Çünki o əvvəlcə var idi, indi yoxdur və təkrarən olacaqdır. Belə vəziyyətdə hikmətli ağıl lazımdır. 7 baş qadının oturduğu 7 dağdır. Eyni zamanda onlar 7 hökmdardır. 5-i yıxıldı, biri var, digər də hələ gəlməmiş və gəldikdə az vaxt qalmalıdır. Əvvəlcə olmuş və indi yox olan canavar isə 8-ci hökmdardır. 7'lerin biridir və həlakə gedir. Sənin gördüyün 10 buynuz 10 hökmdardır. Onlar hələ səltənət almayıblar. Lakin canavarla bərabər hökmdar olaraq hakimiyyəti bir saatlığa alırlar. Onların tək bir niyyəti vardır. Öz qüdrət və hakimiyyətlərini canavara verirlər. Onlar quzu ilə cəng edəcəklər. Amma quzu onlara qalib gələcək. Çünki o, Rəblərin Rəbbi və şahların şahıdır. Və onunla bərabər olanlar dəvət edilmiş, seçilmiş və sadiqdilər. Və mələk mənə dedi: Gördüyün o sular, fahişənin üzərində oturduğu sular, xalqlar, avam kütlələr, millətlər və dillərdir. Canavarda gördüyün o 10 buynuz isə
fahişəyə nifrət edib, onu pərişan edib, çılpaq qoyacaqlar. Ətini yeyəcəklər və onu odla yandıracaqlar. Çünki Allah onların ürəyinə bunu saldı ki, öz məqsədini yerinə yetirsinlər, eyni fikirdə olsunlar və Allahın sözləri həqiqətə çevrilincəyə qədər öz səltənətlərini canavara versinlər. Gördüyün qadın, yeryüzünün hökmdarları üzərində şahlıq edən böyük şəhərdir. Bundan sonra göydən enən başqa bir mələyi gördüm. Onun böyük səlahiyyəti vardı və bütün yeryüzü onun izzətindən aydınlaşdı. O güclü və yüksək səslə nida edib dedi: Yıxıldı, böyük, fahişə Babil yıxıldı. O cinlərin məskəni, hər cür murdar ruhun zindanı və hər cür murdar və mənfur quşun qəfəsi oldu. Çünki onun azğın əxlaqsızlığının şərabından bütün xalqlar içdi. Yerin hökmdarları onunla əxlaqsızlıq etdilər və dünyanın tacirləri onun küstah şəhvətpərəstliyinin qüdrətindən varlandılar. Və mən göydən başqa bir səs eşitdim. O deyirdi: Ey xalqım, oradan çıxın ki, onun günahlarına şərik olmayasınız və onun bəlalarının birinə düçar olmayasınız. Çünki onun günahları göyə qədər çatdı və Allah onun haqsızlıqlarını yada saldı. Babil sizə nə verdisə, ona da elə əvəzini verin. Onun əməllərinə görə 2 qat əvəzini verin. Sizə şərab hazırladığı kasada siz ona 2 qat hazırlayın. Özünü nə qədər izzətləndirib, küstah şəhvətpərəstlik içində yaşadısa, ona o qədər də əziyyət və kədər verin. Çünki o, öz ürəyində, mən çariçə kimi oturmuşam, dul deyiləm və əsla kədər görməyəcəyəm deyir. Buna görə onun bəlaları, yəni ölüm, kədər və qıtlıq bir gündə gələcək və o odla yaxılacaq. Çünki onu məhkum edən Rəbb Allah qüdrətlidir. Onunla əxlaqsızlığa və küstah şəhvətpərəstliyə batmış yerin hökmdarları onun yanğınının tüstüsünü görəndə onun üçün göz yaşı töküb sinə döyəcəklər. Onun çəkdiyi əzabın qorxusundan uzaqda durub deyəcəklər: Ay, vay sənə böyük şəhər, möhkəm şəhər Babil. Çünki sənin məhkəmən bir saatın içində gəldi. Yeryüzünün tacirləri də onun üçün göz yaşı töküb yasa batacaqlar. Çünki onların mallarını artıq kimsə almır. Qızılı, gümüşü, qiymətli daşları, mirvariləri, zərif katan, mor paltarları, ipəyi, tünd qırmızı libasları, hər cür ətirli ağacı, fil sümüyündən düzəlmiş hər cür əşyanı, ən qiymətli ağacdan, misdən, dəmirdən və mərmərdən emal edilmiş hər cür malı, darçını, hili, ətirli qətranları, mirranı, buxuru, şərabı, zeytun yağını, əla növlü unu, buğdanı, malqaranı, qoyunları, atları, arabaları və kölələri, yəni insan canlarını daha heç kim almır. Canının arzu etdiyi meyvə əlindən getdi. Bütün nəfis, dəbdəbəli mallar sənin üçün qeyb oldu və sən onları bir də tapmayacaqsan. Bu mallarla ticarət eləyən və o şəhərdən varlananlar da onun çəkdiyi əzabdan qorxub uzaqda duracaqlar. Göz yaşı töküb, yas tutaraq deyəcəklər: Vay vay! Zərif kətan, mor, al-qırmızı parçalardan paltar giyən, qızıl qiymətli daşlar və mirvarlərlə bəzənən böyük şəhərə fəlakət gəldi.
Çünkü bütün bu var dövlət bir saat içinde puç oldu. Bütün sükançılar, bütün gəmilərdə üzənlər, bütün gəmiçilər və bütün dənizlə ticarət edənlər uzaqda durdular və onun yanğınından çıxan tüstüyə baxaraq nida edib deyirdilər: Böyük şəhərə hansı şəhər bənzər? Və onlar başlarına toz töküb fəryad eləyir və göz yaşı töküb yas tutaraq deyirdilər: Vay vay! Böyük şəhərə fəlakət gəldi. O şəhər sayəsində onun sərvətindən dənizdə gəmisi olan hamı varlandı. Amma indi o bir saat içində viran oldu. Ey göy və müqəddəslər, həvarilər və peyğəmbərlər, onun halına sevinin. Çünki Allah hökm eləyib, ondan intiqamını aldı. Və güclü bir mələk böyük dəyirman daşına bənzər bir daşı götürüb dənizə atdı və dedi: Böyük şəhər Babil belə şiddətlə devriləcək və artıq tapılmayacaq. Arfaçıların, xanəndələrin, tütəy və şeypur çalanların səsi səndə artıq eşidilməyəcək. Artıq heç bir sənətin sənətkarı səndə tapılmayacaq. Dəyirman səsi də səndə artıq eşidilməyəcək. Çıraq işığı səndə artıq işıq verməyəcək. Və bəylə gələnlərin səsi də səndə artıq eşidilməyəcək. Çünki sənin tacirlərin dünyanın ən böyük adamlarıydılar və sənin sehirbazlığınla bütün xalqlar aldanmışdılar. O şəhərdə peyğəmbərlərin, müqəddəslərin və yer üzündə qətl edilənlərin hamısının qanı tapıldı. Bundan sonra göydə sanki böyük bir izdihamın yüksək səsini eşitdim. Onlar deyirdilər: Haleluya! İlas, izzət, hörmət və qüdrət Allahımızındır. Çünki onun hökümləri həqiqi və adildir. O cinsi əxlaqsızlığı ilə yeryüzünü yoldan çıxaran böyük fahişəyə hökm etdi. Və öz qullarının qanının intiqamını ondan aldı. Və ikinci dəfə dedilər: Haleluya! Ayşənin tüstüsü daim çıxır. 24 ağsaqqal və 4 canlı məxluq yerə döşənib, taxta oturan Allaha səcdə edərək deyirdilər: Amin! Haleluya! Taxtdan bu sözləri deyən bir səs çıxdı: Allah'ımıza həmd eləyin ey onun bütün qulları. Ondan qorxanlar, kiçiklər və böyüklər. Və sanki böyük bir izdihamın səsini, gür-gür axan suların təlatümünü, qüvvətli göy gürültularının səsini eşitdi. Onlar deyirdilər: Haleluya! Çünki küll ixtiyar Rəbb Allahımız səltənət sürür. Sevinək və şadlanaq və izzəti ona verək. Çünki quzunun toy saatı gəldi. Onun gəlini özünü hazırladı. Və geymək üçün ona təmiz, parlaq, zərif kətan verildi. Zərif kətan isə müqəddəslərin salih işləridir. O zaman mələk mənə dedi: Yaz, quzunun toy ziyafətinə dəvət olunanlar nə bəxtiyardılar. Və mənə: Bunlar həqiqi sözlər, Allahın kəlamlarıdır, dedi. Ona səcdə etmək üçün ayaqlarına düşdüm. Lakin o mənə dedi: Bax, bunu etmə. Mən sənin və İsa'nın şəhadətinə malik olan qardaşlarının həmkarıyam. Allaha səcdə ilə. Çünki İsa'nın şəhadəti peyğəmbərlik ruhudur. Göyü açılmış gördüm. Və budur, bir ağat vardı. Onun belində oturan Sadiq və Həqiqi adlanır.
O ədalətlə hökm edib vuruşur. Onun gözləri odlu alovdur. Başında çoxlu tac var və üzərində ondan başqa kimsənin bilmədiyi bir ad yazılmışdır. Qana batmış bir paltar geyinmişdir və ona Allah kəlamı adı verilmişdir. Göydə olan ağ, təmiz, zərif katan geymiş ordular ağ atların belində onun ardınca gedirdilər. Və onun ağzından eti bir qılınc çıxır ki, onunla xalqları vursun. O, özü onlara dəmir çomaqla çobanlıq edəcəkdir. Və kül ixtiyar Allahın qəzəbinin və hiddətinin şərabını tutan üzüm sıxandakı üzümləri özü tapdalayır. Onun paltarında və ombasında şahların şahı və Rəblərin Rəbbi deyə yazılmış bir ad vardı. Günəş içində duran bir mələyi də gördüm. O yüksək səslə nida edib, göyün ortasında uçan bütün quşlara dedi: Allahın böyük ziyafətinə uçun. Bir yerə toplaşın ki, hökmüdarların ətini, sərkərdələrin ətini, igidlərin ətini, atların və onların belində oturanların ətini, azadların və kölələrin, kiçiklərin və böyüklərin hamısının ətini yeyəsiz. Və mən canavarı, yeryüzünün hökümdarını və ordularını atın belində oturanla və onun qoşunu ilə döyüşmək üçün bir yerə toplaşmış gördüm. Lakin canavar və onun önündə əlamətlər göstərən, o əlamətlərlə canavarın damğasını alıb, onun surətinə səcdə edənləri aldadan yalançı peyğəmbər də əsir alındı. Bunların ikisi də kükürdlə yanan od gölünə diri-diri atıldı. Digərləri isə atın belində oturanın ağzından çıxan qılıncla öldürüldülər və bütün quşlar onların əti ilə doydular. Sonra mən göydən inən bir mələyi gördüm. Əlində dipsiz dərinliklərin açarı və böyük bir zəncir vardı. O, iblis və şeytan olan əjdahanı, köhnə ilanı tutdu və 1000 illiyə zəncirlədi. Onu dipsiz dərinliklərə attı. Bağladı və üzərinə möhür bastı ki, 1000 il tamam oluncaya kimi bir də xalqları azdırmasın. Bundan sonra o, qısa bir müddət üçün sərbəst buraxılmalıdır. Mən taxtlar da gördüm. Onlarda oturanlara hökm etmək rüsxəti verilmişdi. İsa'nın şəhadəti və Allahın kəlamı üzündən başı kəsilmişlərin canlarını, canavara və onun surətinə səcdə etməyib, öz alınlarına və əllərinə damğanı qəbul etməyənləri gördüm. Onlar həyata qayıtdılar və Məsih ilə bərabər 1000 il səltənət sürdülər. Ölülərin digərləri isə 1000 il keçməyincə həyata qayıtmayacaqlar. Bu, ilk dirilmədir. İlk dirilmədə iştirak olanlar bəxtiyar və müqəddəsdir. İkinci ölümün onların üzərində hakimiyyəti yoxdur. Lakin onlar Allahın və Məsihin kahinləri olacaq və onunla bərabər 1000 il səltənət sürəcəklər. 1000 il tamam olduqda şeytan atıldığı zindandan azad ediləcək və çıxacaq ki, yeryüzünün 4 güşəsindən olan xalqları Yəcüc və Məcücü aldatsın və onları müharibə üçün toplasın. Onların sayı dənizin qum dənələri qədərdir. Onlar yerin vüsəti üzərinə qalxıb, müqəddəslərin düşərgəsini və sevimli şəhəri mühasirə aldılar. Amma göydən Allahın önündən od tökülüb, onları məhv etdi. Onları aldadan iblis isə odlu və kükürlü gölə atıldı. Canavar və yalançı peyğəmbər də oradadır. Onlar gecə və gündüz əbədi olaraq işgəncə çəkəcəklər. Sonra böyük, ağ bir taxt və onda oturanı gördüm. Yer və göy onun huzurundan qaçdı və onlar üçün bir məkan tapılmadı. Və mən ölüləri, kiçikləri və böyükləri taxtın qarşısında duran gördüm. Tumarlar açıldı və həyat kitabı olan başqa bir tumar da açıldı. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu. Dəniz özündə olan ölüləri təslim etdi. Ölüm və ölülər aləmi də özlərində olan ölüləri təslim etdilər və hər birinə öz əməllərinə görə hökm olundu.
Sonra ölüm ve ölüler alemi odlu göle atıldı. Bu odlu göl ikinci ölümdü. Ve hayat kitabında adı yazılmayan herkes odlu göle atıldı. Sonra mən yeni bir səma və yeni bir yer gördüm. Çünki əvvəlki səma və əvvəlki yer keçdi, dəniz də artıq yoxdur. Və mən müqəddəs şəhəri, yeni Yerusəlimi gördüm. O öz əri üçün hazırlanmış bəzəkli bir gəlin kimi göydən, Allahın yanından enirdi. Göydən gələn yüksək bir səs eşitdim. Deyirdi: Budur, Allah'ın məskəni insanlarla bərabərdir və o onlarla bərabər yaşayacaq. Onlar onun xalqı olacaq və Allah'ın özü onlarla olacaq. Allah onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm mövcud olmayacaq. Artıq nə kədər, nə fəryad, nə də ağrı olacaq. Çünki əvvəlki şeylər keçib getdi. Taxta oturan dedi: Budur, mən hər şeyi yeniləşdirirəm. Və mənə dedi: Yaz, çünki bu sözlər həqiqi və etimada layiqdir. Və mənə dedi: Tamam oldu. Alfa və Omega, başlanğıc və son mənəm. Mən susayana həyat suyunun qaynağından müftə su verəcəyəm. Qalib gələn hər şeyi miras alacaq. Mən ona Allah olacağam və o mənə oğul olacaq. Qorxaqların, imansızların, məhşruqların, qatillərin, əxlaqsızların, sehirbazların, bütpərəstlərin və bütün yalançıların isə aqibəti od və kükürlə yanan göldədir. Bu ikinci ölümdür. Son 7 bəla ilə içi dolu 7 camı olan 7 mələkdən biri yanıma gəldi. Mənimlə söhbət edib dedi: Gəl mən sənə gəlini, quzunun arvadını göstərəcəm. Mələk ruhən məni böyük və yüksək bir dağın üstünə gətirib, göydən, Allahın yanından aşağı enən böyük şəhəri, müqəddəs Yerusəlimi mənə göstərdi. Orada Allahın izzəti vardı. Oranın nuru çox qiymətli daşa, büllurlaşan yeşəm daşına oxşayırdı. Oranın böyük və yüksək divarları, 12 qapısı və qapılarda 12 mələk vardı. Qapılar üzərində 12 ad yazılmışdı. Bunlar İsrail oğullarının 12 qəbiləsinin adlarıdır. Şərqdən 3 qapı, şimaldan 3 qapı, cənubdan 3 qapı, qərbdən də 3 qapı vardı. Şəhərin divarı 12 təmələ malik idi. Onların üstündə quzunun 12 həvarisinin adları var idi. Mənimlə danışan mələyin əlində şəhəri, onun qapılarını və onun divarlarını ölçmək üçün bir qızıl qamış vardı. Şəhər 4 bucaq şəklində idi. Onun uzunluğu eni qədərdi. Mələk qamışla şəhəri ölçdü. 12.000 stad idi. Onun uzunluğu, eni və hündürlüyü bərabərdir. Mələk şəhərin divarlarını da ölçdü. İnsan ölçüsünə, yəni mələyin işlətdiyi ölçüyə görə 144 arşın idi. Divar yaşam daşından tikilmişdi. Şəhərsə xalis şüşəyə bənzər saf qızıldan idi. Şəhər divarının təməlləri hər cür qiymətli daşlarla bəzədilmişdi. Birinci təməl yaşam daşından, ikincisi göy yaqutdan, üçüncüsü alaca əqiqdən, dördüncüsü yaşıl zümrüddən, beşincisi ağ əqiqdən, altıncısı qırmızı əqiqdən, yeddincisi sarı yaqutdan, səkkizincisi berildən, doqquzuncusu zəbərcətdən, onuncusu sarımtıl zümrüddən, 11-incisi kasintdən, 12-incisi də ametistdən idi. Və 12 qapı 12 mirvari idi. Hər qapı birər mirvaridən düzəldilmişdi. Şəhərin baş küçəsi də
şəffaf şüşə kimi saf qızıldan idi. Bu şəhərdə məbəd görmədim. Çünki onun məbədi kül ixtiyar Rəbb Allah və quzudur. Şəhərin nə günəşə, nə daya ehtiyacı vardı ki, ona işıq saçsınlar. Zira Allahın cəlalı onu işıqlandırır və şəhərin çırağı quzudur. Xilas olanlardan ibarət xalqlar şəhərin işığında yeriyəcəklər və dünyanın hökümdarları öz izzət və şərəflərini onun içinə gətirəcəklər. Gündüzlər onun qapıları əsla bağlanmayacaq, orada gecə isə olmayacaqdır. Xalqların izzət və şərəfini onun içinə gətirəcəklər. Onun içinə natəmiz heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək. Yalnız quzunun həyat kitabında adları yazılmış olanlar girəcəklər. Sonra mənə Allahın və quzunun taxtından çıxan büllur kimi parlaq, təmiz həyat suyu axan çayı göstərdi. Şəhərin baş küçəsinin ortasında, çayın hər iki sahilində 12 növ meyvə gətirən həyat ağacı vardı. O ağac hər ay meyvə verir. Onun yarpaqları xalqların şəfası üçündür. Artıq heç bir lənət mövcud olmayacaq. Allahın və quzunun taxtı şəhərin içində olacaq və onun qulları ona xidmət edəcəklər. Onun üzünü görəcəklər və onun adı onların alnında olacaqdır. Orada gecə də olmayacaq və nə çırağın, nə də günəşin işığına ehtiyacları olacaq. Çünki Rəbb Allah onlara nur verəcək və onlar əbədi olaraq səltənət sürəcəklər. Və mələk mənə dedi, Bu sözlər etimada layiq və həqiqidir. Və müqəddəs peyğəmbərlərin Allahı, Rəbb, öz mələyini göndərib ki, öz qullarına tezliklə baş verməsi vacib olan şeyləri göstərsin. İsa deyir, Budur, tez gəlirəm. Bu kitabın peyğəmbərlik sözlərinə riayət eləyən nə bəxtiyardır. bunları görən və eşidən mən Yahyayam. Eşidib görəndə yerə yıxıldım ki, mənə bunları göstərən mələyin ayaqları önündə səcdə edim. Lakin o mənə dedi, Bax bunu etmə. Mən sənin peyğəmbər qardaşlarının və bu kitabın sözlərinə riayət edənlərin həmkarıyam. Allaha səcdə elə. və mənə dedi, Bu kitabın peyğəmbərlik sözlərini möhürləmə. Çünki vaxt yaxındır. Haqsızlıq edən bir də haqsızlıq etsin. Murdar olan bir də murdar olsun. Salih isə yenə salih işlər görsün. Müqəddəs isə bir də müqəddəs olsun. İsa deyir, Budur, tez gəlirəm və mənim mükafatım mənimlədir ki, hər kəsə öz əməlinə görə əvəzini verim. Mən alfa və omega, başlanğıc və son, birinci və axırıncıyam. Öz paltarlarını yuyanlar və beləliklə həyat ağacından yeməyə haqq qazanaraq qapılardan keçib şəhərə girənlər bəxtiyardılar. İtlər, sehirbazlar, əxlaqsızlar, qatillər, bütpərəstlər və yalanı sevib icra eləyən hər kəs isə şəhərdən kənardadır. Mən İsa, öz mələyimi göndərdim ki, cəmiyyətlər üçün sizə bu şeylər barədə şəhadət eləsin. Mən Davudun kökü və nəsli, parlaq, dan ulduzuyam. ruh və gəlin də deyirlər, Gəl, qoy eşidən də desin, gəl, susayan qoy gəlsin, arzu edən qoy həyat suyunu müftə götürsün. Bu kitabın peyğəmbərlik sözlərini eşidən hər kəsə mən şəhadət edirəm. Əgər kimsə bunlara bir şey əlavə edərsə, Allah bu kitabda yazılan bəlaları ona əlavə edəcəkdir. Və kim bu peyğəmbərlik kitabının sözlərindən bir şey götürərsə, Allah həyat kitabından, müqəddəs şəhərdən və bu kitabda yazılanlardan onun payını götürəcəkdir. Bu şeylərə şəhadət edən Bəli, tez gəlirəm. deyir, Amin. Gəl, ya Rəbbi İsa. Rəbbimiz İsa Məsihin lütfü hamınızla olsun. Amin.